Salam, hər vaxtınız xeyir olsun. Bu dəfəki qonağımız yazıcı və psixoloq Pərviz Niyazoğludur. Xoş gördük Pərviz bəy. Xoş gördük. Sizi və tamaşaçılarımızı salamlayıram. Pərviz Niyazoğluna görə bir psixoloq necə olmalı və konsultasiya zamanı pasiyentə münasibətdə necə yanaşmalıdır? Əslində bir psixoloq gərək insanşünas da olsun. Biz psixologiyanın hərfi mənasını götürsək, psixo yəni ruh, can, ağıl mənasını ifadə edir. Logiya isə öyrənmək, elm mənasını. Yəni ruh haqqında olan bir elmdir və eyni zamanda bunu cismə də biz şamil edə bilirik ki, bir psixoloq gərək psixoloq olmaq üçün insanşünas da olsun. Və psixoloq necə olmalıdır? Mən belə hesab edirəm ki, bir psixoloq gərək qarşı tərəfin, pasiyentin vicdanına çevrilsin. Vicdanına çevrilsin. Necə insan ki, öz vicdanı qarşısında hər şeyi etiraf edir və yaxud kənardan deyirlər ki, əlini vicdanının üzərinə qoy, düz danış, doğru danış və yaxud get evə vicdanla düşün kimi ifadələr biz deyirik. Burada bizə bunu göstərir ki, insan vicdanının qarşısında özünü təslim edir və hər şeyi etiraf edir. Çünki vicdan daxili bir hissdir, xarici bir qüvvə deyil. Bir psixoloq da gərək pasiyentin vicdanına çevrilsin ki, onun qarşısında rahat danışsın, rahat desin və ona qoyduğu qadağaları icra edə bilsin. Yəni bir növ pasiyentlə həm də empati qurmağı bacarsın. Bəli, empatiya qurmağı bacarmalıdır burada. Və bir psixoloq mən belə hesab edirəm ki, tərcüməçi rolunu oynamalıdır pasiyentlə. Biz orta hesabla götürsək, qadınları etik, kişiləri logik götürürük. Yəni qadınlar emosional bir düşüncə ilə yanaşırlar mövzuya, kişilər isə əsasən məntiqi bir düşünmə ilə yanaşırlar. Bu da onların hərəsinin özünə görə üstünlükləridir. Buna belə bir misal vuraq. Bir evin məsələn deyək pəncərəsinə pərdə lazımdır. Kişi gedir pərdənin ölçüsünü götürür, gedir bir mağazaya, ötəri olaraq bir pərdəyə baxır, qiymətini danışır, pulunu verib gətirir, asır. Amma eyni işi qadına tapşırsaq, görək ki, qadın gedir pərdə satılan yerə girir, bir saat dolaşır, gəzir, naxışlarına baxır, materialına baxır, ölçüsünə baxır, rəngini uyğunlaşdırır. Daha detallı. Bunu görən kişi deyir ki, bir saat sən burada nə axtarırsan, bir pərdədir də, götür çıxaq gedək. Amma o düşünmür ki, bunun emosional zənginliyi, potensialı daha yüksəkdir. Və yaxud eyni qaydada qadın günahkar görə bilməz ki, kişini, nə üçün sən gedib elə 10 dəqiqə baxdın bir pərdə gətirib assın. Onun da o enerji qüvvəsi başqa sahələrdə, başqa detallarda yararlıdır. Və psixoloq burada tərcüməçi nə üçün rolunu oynamalıdır? Bir psixoloq görməlidir ki, qadında gül deyir, kişi də gül deyir. Amma məsələn, qadın ingiliscə deyir, kişi rusca deyir. Bir psixoloq bu tərcüməçi rolunu oynamalıdır ki, biriniz emosional yanaşırsınız, biriniz məntiqi yanaşırsınız. Əslində bu tərcüməçi rolunu oynayanda bütün problemlər öz həllini tapır. Pərviz bəy, bəzən insan adi bir hadisəyə elə bir reaksiya verir ki, yəni çox bərk qəzəblənir. Niyə bəzi insanlar xırda bir şeyə bu qədər reaksiya verir, qışqırır belə hətta? Bu əslində individual olaraq hər bir şəxsdə ayrı-ayrı dəyərləndirir. Burada insan ola bilər ki, bir şəxs üçün inancları, dəyərləri fərqli olsun, digər bir şəxsdə fərqlidir. Birinə deyərsən təsir göstərməz, digərinə deyəndə aqressiv cavab verər. Biz bunu psixologiyada emosiyaların fərqindəliyi analizi ilə terapiya edirik, amma psixologiyanın gözəl yanaşması var. Buna deyir ki, birdən-birə coşqu, özündən çıxmaq, qəzəb deyilən bir anlayış yoxdur. Bunlar emosiyaların intensivliyi ilə, yəni gərginlik yüklənərək hissə-hissə baş verir. Məsələn, buna belə bir misal vura bilərik. Bir şəxs səhər yuxudan qalxır, gəlir pəncərəyə yaxınlaşır, görür yağış yağır, külək əsir. İçində bir qıcıq yarandı, amma xaricdə heç bir hadisə baş verməyib. 10% intensivlik artıq bunda yüklənib. Məsələn, nazik bir ağ köynək geyinəcəkdi, hava şəraitinə görə geyinə bilmədi. Gedir başqa bir köynək geyinməyə, görür ütüsüzdür. Məsələn, 10 dəqiqə bunun ütüsünə vaxt ayırdı və yaxud saçını daramaq istəyir, darağı tapa bilmir və yaxud çay içmək istəyir, qaz bitib. Bu prosesə görə 10 dəqiqə evdə yuvanır. Amma xaricdə yenə də deyirəm, heç bir aqressiya yoxdur, amma intensivlik daxildə artıq 20-25%-ə qədər yüklənir. Və bu şəxs evdən çıxır, 10 dəqiqə evdə yuvandığı üçün getdiyi avtobus məsələn artıq gedib. 10 dəqiqə növbəti avtobus gözləməlidir, intensivlik qalxır 30-35 dərəcəyə. Gəlir, çatır bu işdə gecikdiyi üçün müəyyən problemlər, məsələn, işdə müəyyən problemlər yaşanır, gərginliklər yaşanır, müdirin üstünə acıqlı tökə bilmirsən, qışqıra bilmirsən, artıq qalxır 50-60%-ə
Və yenidən axşam evə qayıdırsan, yolun tıxacı, sabahın problemləri, bu günün işin gərginliyi 80-90%-ə qədər artıq səndə emosional gərginlik yüklənib. Və gəlib evə daxil olursan, uşağın oyuncağı ayağının altında qalır və yaxud da hər hansı bir kiçik problem baş verən kimi sanki kamikazə kimi partlayırsan. Kənardan və sizin kimi müşahidə edən bir nəfər deyə bilər ki, nə oldu bir uşağın oyuncağına görə bu qədər qəzəb. Amma biz bunun mərhələ-mərhələ baxsaq, bu prosedur yavaş-yavaş baş verib. Və maraqlısı burasındadır ki, bu hadisə səhər baş versəydi heç reaksiya verməzdi. 10% intensivlik olardı, yoxsa yox. Amma səhər baş verən hadisələr ki vardı, köynə ütüsüz idi, məsələn, daraq yox idi, çay içə bilməmişdi. Axşam baş versə evi dağıdar bu adam. Yəni maraqlısı burasındadır ki, mərhələ-mərhələ baş verir deyə və yaxud da ki, bir insan bir mövzudan çox yorulub. Bir şəxs mənə deyirdi ki, dərziyə şalvarımı verdim, dedim bunun ətəyini belə kəs, söz ağzımda qalmışdı, qışqırdı ki, mənə işimi öyrədəcəksən, mən filan bəsmişəm. Deyir, təəccüb elədim ki, mən buna başqa bir söz demədim. Biraz sonra mənə deyir ki, üzrlü hesab elə. O qədər hər bir şəxs gəlib deyir ki, bunu bu cür elə, bu cür elə, bu cür elə. Artıq mən deyir səbrim daşır bu mövzuda. Yəni bir şəxs bir mövzuda çox travma görəndə adi bir sözdən artıq reaksiya verir. Çünki onun şuuraltısında yüklənmə var bu mövzulara qarşı. Bardaq daşır. Bəli, bardaq daşır, orada artıq qəzəbli şəkildə reaksiya verir. Pərviz Niyazoğluna görə sevgi nədir və həyatda sevgi yoxdur deyənlərə nə deyərdiniz? Baxın, burada maraqlı bir mövzular var. Deyir, bir işin mümkün olub olmadığını sübut edən ən böyük dəlil səndən başqa bu işi görən bir şəxsin olmasıdır. Yəni insan bir iş görür. O işi alındıra bilməyən də deyir bu iş olmur. Amma səndən əvvəl bu işi alındırıblarsa, deməli işin özündə problem yoxdur. Şəxsin özünə qayıdır. Bir şəxs sevə bilməyibsə, sevməyibsə, sevgi görməyibsə və yaxud sevgidən travma görübsə, xəyanət görübsə, ümumiləşdirilmə qanununa salaraq deyəcək sevgi yoxdur. Amma biz tarixə də baxsaq görərik ki, yetərin qədər həqiqi sevgi nümunələri çoxdur. Təsəvvür edin, bir günəş bir şəhərə saçır, öz nurunu saçır, başqa bir şəhərə saçmır. Bu deyir ki, ümumiyyətlə günəş yoxdur. Sənin o şəhərində qurduğun aləmində o nur yoxdursa, ümumi şəkildə nurun yoxluğuna sən heç bir irad bildirə bilmərsən. Və mənə görə sevgi nədir dedikdə, günəşdən misal vurduq, bir də belə bir misal vura bilərik ki, günəş məsələn yer üzərini nurlandırmaq üçün yaradılıb, belə deyək, nur saçmaq üçün yaradılıb. Xüsusi bir detal bir şəxs üçün yaradılmayıb. Ümumi yer kürəsinə nurunu saçır. O yer kürəsinin içində insanlar da var, heyvanlar, təbiətlər müxtəlif detallara öz nurunu saçır. Və eşq də mən hesab edirəm bu cür olmalıdır ki, eşqin əsas kökü ilahi bir varlığa bağlanmalıdır. Və ilahi varlığın nurunun altında insanlar, heyvanlar, təbiət, kişi-xanım münasibətləri yenə də bunun səbəbi ilahi bir eşqə dayanmalıdır. Belə bir maraqlı mövzu deyə biz məktəb vaxtında çox eşidirik ki, səndə sevgi yoxdur, bağlanmaqdır və yaxud da ki, sevgi barədə müxtəlif cümlələri bir dənə sevgiyə gətirib çıxarırıq, amma bunun mərhələləri çoxdur. Bunun hissələri çoxdur. Psixologiya bunun bir həddinə qədər gələ bilər. Bir həddindən sonra dayanır və fəlsəfə, irfan burada artıq mövzuya girir. Bunu belə götürsək, sevgi aşağı emosional intensivlikdə baş verən bir hadisədir. Sevgidə nə var? Sevgidə qarşı tərəfi qəbul etmə var, həvəs var, xoş duyğu var. Və sevgidə heç bir bağlanmaqdan söhbət gedə bilməz, itaətdən, fədakarlıqdan söhbət gedə bilməz. Sevgidə hətta sənin duyğuların, sənin dəyərlərin qarşı tərəfdən daha çoxdur. Çünki qarşındakını belə özünə görə istəyirsən. Bundan bir pillə yuxarı gələndə məhəbbət var. Bunlar artıq hissələrə bölünür. Məhəbbət orta intensivlikdə götürülür. Yəni emosiyaların orta intensivliyində. Məhəbbətdə nə var? Məhəbbətdə artıq güclü bağ var, bağlılıq var. Bu prosedur məhəbbətdə baş verir. Və maraqlısı budur ki, sevginin əksinə olaraq məhəbbətdə qarşı tərəfin maraqları sənin maraqlarından artıq üstün olur. Birincidə öz maraqları, ikincidə qarşı tərəfin maraqları, istəyi səndən daha üstün olur və bağlanma prosesi burada yaranır artıq. Elə onu deyəcəkdim ki, bağlanmaqla sanki oxşardı. Bəli, bağlanmaq artıq burada yaranır və bundan bir pillə yuxarı qalxanda artıq emosiyaların üçüncü bir hissəsidir ki, burada artıq psixologiya dayanır, yəni bunu deyib dayanır. Bu da eşqdir. Eşq nədir? Eşqdə artıq ləzzət və həzz var. İstəyir ilahi bir eşq ləzzət olsun, istəyir kiminsə bir şəxsə tərəf olan bir münasibət olsun. Burada ləzzət və həzz var. Hər şəxs ki, bu eşqi bu pilləsinə çatdı, onun məşuqunu onun əlindən almaq çox çətin olur. Çünki o ləzzəti, həzzi dadıb.
Onu ondan qopartmaq çox çətin olur. Eşqdə nə var? Eşqdə coşqu var, eşqdə alov var. Eşqdə alov var deyə bu və feildir eşqin özü, hərəkətdir. Bura qədər psixologiyaya dayanır. Bundan sonra bizə fəlsəfə başa salır ki, eşqdən sonrakı mərhələ də var. Bu nədir? Bu artıq məvəddətdir. Eşqdən üstün mərhələ məvəddətdir. Məvəddət nədir? Məvəddət eşqdə olan alov məvəddətdə nura çevrilir. Burada artıq təvazökarlıq var, itaət var, səadət var, nəvaziş var. Məvəddətdə fərq eləyir. Və itaət dedikdə nə? Yəni öz eşqini, öz sevgini sən artıq əməlində göstərirsən qarşı tərəfə. Eşqdə olan alov bir növ çevrilir buradan nura. Biz bu kodlaşma ilə baxarıq. Bir şəxs deyə bilər ki, mən sənin üçün ölürəm, sənsiz yaşaya bilmərəm. Amma bu kodlaşdırmaya baxsaq görərik ki, bu əgər sevirsə itaət olmalıdır. Sevirsə xəyanət olmalı deyil. Bu olubsa əgər birbaşa sevmirsən deyə bilmərik. İntensivliyə baxaraq ki, aşağı mərhələsindədir bu. Bir mübahisə səni sevdiyindən uzaqlaşdırırsa, demək ki, heç yaxın olmamısın. Hər bir mübahisə səni sevdiyindən uzaqlaşdırmalı deyil. Bir gün bir gənc oğlan bir xanımın qarşısını kəsir, deyir mən səni sevirəm, mən sənin üçün ölürəm, yaşaya bilmərəm sənsiz. Xanım deyir ki, sən mənə niyə bu sözü deyirsən? Bax, arxadan gedən o xanım məndən daha gözəldir, sevilməyə layiqdir. Oğlan dönüb arxaya baxmaq istəyəndə xanım onun sinəsindən itələyir ki, get sənə əgər bir xanımın adı, gözəlliyin adı səni məndən üz döndərməyə səbəb olsa, sən heç bir sevgidən, eşqdən danışa bilmərsən. Yəni bir yerdə artıq seçim varsa. Bəli, eşq odur ki, əslində sevgi odur ki, milyonlarla insanın içində bir nəfərin yoxluğuna yalnızlıq deyəsən. Həqiqətən maraqlı bir hissdir ki, ətrafında milyonlarla insan var, amma bir nəfərin yoxluğu səni narahat edir. Bəs evlilik sevgini bitirirmi? Yox, bu biraz başqa mövzudur. Evlilik sevgini bitirmir. Müəyyən yanaşmalar var ki, orada o yanaşmalar sevgini bitirir. Gözləntini başqa cür formalaşdırıb ailə quranda və sonra o gözləntini görməyəndə əslində sevgi o gözləntilər üzərində qurduğun bir anlayışdır. Həmən gözlənti ilə sən yaxınlaşanda, həmən gözləntini görə bilməyəndə ailə qurduqdan sonra sevgi sənin üçün yoxa çıxır. Çünki sevgi hər bir şəxsin individual olaraq dəyərləndirilir ki, sevgi nədir və mən nədə sevgimi axtarıram, nədə öz xoşbəxtçiliyimi axtarıram. Bunlar bir-birindən insanlar arasında fərq edir bunlar hamısı. Mən belə hesab edirəm, bu sualı da bu qədər cavablandırmaq kifayət edər. Burada bir mövzunu da sizə deyim. Məvəddətdə, eşqdə mən varam, sən varsan. Amma məvəddətdə mən yoxam, sən varsan. Eşqin özündə bir növ radikallıq var. Nə üçün? Çünki mən sevirəm, mənim aşkım və sevdiyin yolunda fəda etmək, hətta intihara qədər gətirib çıxardan hissələr ki var. Burada radikallaşmış formasıdır eşqin. Amma məvəddətdə mən yoxdur. Mən anlayışı yoxdur, sən anlayışı var. Qarşı tərəfin uğrunda yanıb alışmaq və onun belə deyək də eşqində məhv olmaq kimi Yəni anlayış özün daşıyır. ikinci plana atılırsan. Özü ikinci planda. Orada mən söhbəti yoxdur. Bir nəfər şeir yazırdı, yaxınlaşdı mənə ki, bir düzəliş elə burada sevgidən yazmışdı. Başladı ki, mən səni sevirəm falan. Dedim, burada mən işdə gəlirsə, sənin sevgin burada önəmli deyil. Burada mən sözü yoxdur. Eşqin əgər həqiqətən yüksəkdirsə, mən orada yox olmalı. Səndən başlamalısan, sən olmalısan. Mən başlayırsansa, deməli səndə hələ mən var. Necə ki, sevginin birinci intensivliyində biz dedik ki, məndən başlayırıq və mənim maraqlarım üstündür. Qarşı tərəfi özümə görə istəyirəm. Əgər mənə qismət olmadısa, getsin bədbəxt olsun, getsin xoşbəxt olmasın, mənim olmadı. Bunun bir adı burada artıq var. sevgi deyil. Özünü sevirsən və qarşı tərəfi özün üçün istəyirsən. Hətta bəzən fəlsəfə bizə deyir ki, bir şəxs dünyasını dəyişir. Sən ağlayıb özünü öldürürsən, özün üçün öldürürsən. Onu örgəşmişdin deyə özün üçün ağlayırsan. Sən onu örgəşmişdin, onsuz qala bilmirsən deyə, özün sıxılırsan deyə ağlayırsan. Nəinki ona görə. Öz halına ağlayırsan ki, onu örgəşmişdin. Burada onu sevməyin deyil, özünü sevməyindir. Yəni sevgidə də bəzən qarışdırırıq ki, insan özünü sevir, özünə görə istəyir. Onlar üst-üstə düşməyəndə qarşı tərəf sənin üçün maraqlı olmur artıq. Pərviz bəy, son olaraq həyatdan ümidini üzmüş, dəfələrlə uğursuzluqla üzləşdiyi üçün öz hədəf və məqsədlərindən uzaqlaşmış insanlara nə deyərdiniz? Hansı məsləhətləri verərdiniz onların yenidən ayağa qalxması üçün? Alimlər gözəl bir eksperiment keçirirlər. Yırtıcı bir balığı bir akvariuma buraxırlar və akvariumun ortasına bir səth, şüşə keçirirlər. Digər hissəsinə isə kiçik balıqlar əlavə edirlər. Yırtıcı balıq öz təbiətinə uyğun olaraq hücum edir balıqlara və şüşəyə çırpılır. Yenidən geri çəkilir, yenidən hücum edir, yenə şüşəyə çırpılır. Bir neçə cəhddən sonra
artıq təzyiqləriniz yavaşladır. Və bir müddət sonra ümumiyyətlə təzyiq göstərmir, hücum etmir. Çünki beynində artıq formalaşdırmışdı ki, bu mümkün deyil, bu məndə alınmır. Və bundan sonra alimlər həmən şüşəni ortadan götürürlər, balıqlar əlçatan olur. Həyat sanki onun üçün bir növ yenə də şans verir. Balıqlar köpək balığının ətrafında üzür, qarşısında üzür və o maraqlısı burasındadır ki, köpək balığı yenə də bunlara hücum etmir. Çünki onun qarşısındakı şüşə götürülsə də beynindəki şüşə götürülməmişdi. O gələcəyin həqiqətini, keçmişin məğlubiyyəti görürdü. Ona görə cəhd etmirdi ki, bu mümkün deyil, bu alınmır. Amma addım atsaydı görərdi ki, alınır və öz hədəfinə çatar. Biz insanlar da beləyik. Bəzən keçmişdə olan hər hansı bir məğlubiyyət, uğursuzluq beynimizdə görünməz səthlər çəkir ki, bu mümkün deyil. Bu addımı atsam mən alındıra bilməyəcəm. Amma addım atsa görər ki, şərait dəyişib, insanlar dəyişib, mühit dəyişib və istədiyinə çata bilər. Hətta bəzən mən deyirəm, oturub qalan insanları belə biz tənbəl adlandırmayaq. Onların özlərinə belə deməyək ki, bir addım atmırsan. Onlar hətta özləri belə özlərinə bu məğlubiyyəti qəbul etdirməsinlər. Biz zoologiyaya baxsaq görərik ki, heyvanlar aləmində geniş nümunələri var. Məsələn, ayılar qış vaxtı hücum etmirlər. Onlar bilirlər ki, indi o vaxtı deyil. Öz enerjilərini tükədib, özlərini tələf etmirlər. Və yaxud qarışqalara baxsaq, görürük ki, nəfəslərini hətta aşağı intensivliyə gətirirlər ki, ölməsinlər və ov vaxtı çıxıb öz ovlarını eləsinlər. İnsan da özünə deməlidir ki, əgər mən stop demişdimsə, dayanmışdımsa, bu enerjimi qorumağım üçündür. Əlverişli şərait, vaxt, zaman deyildi deyə addım atıb özümü tələf edə bilməzdim. İndi isə bu addımın əsas vaxtıdır və mən hərəkətə keçib hədəfim üçün irəliləməliyəm. İnsan bu cür götür-qoy ilə özündə düşünsə, özünə qiymət versə və onun üçün müxtəlif yollar açılar. Çünki deyir, həyata necə baxırsan? Əslində, həyatın da bizə bir növ baxışı var. Həyat bumeranqdır. Sən topu bir divara necə vursan, səni həmən təzyiqdə, həmən formada qaytaracaq. Sən dünyaya necə baxsan, dünya da sənə o cür baxacaq, o cür yanaşacaq. Çünki dünyanı biz olduğu kimi deyil, olduğumuz kimi görürük. Fərqli baxışlarla baxırıq. Necə baxırıqsa, biz dünyaya vəfasız deyirik, amma vəfasızlıq dünyanın özündə deyil. Ona baxdığımız gözləntidədir. O əvvəldən öz qabiliyyətini bizə göstərir. Biz yenə də ona aldanıb başqa cür gözləntilər gözləyiriksə, ala bilməyəndə məyus oluruq. Amma deyir, açılmayan qapı yoxdur. Düşməyən açar var. Yəni biz bu açarları əlimizdə dəyişə-dəyişə müxtəlif yollarla müxtəlif hədəflərimizə çata bilərik. Məncə vəfasız dünya deyil, vəfasız elə insanların özüdür. Bəli. Dəvəti qəbul etdiyiniz üçün təşəkkür edirəm Pərviz bəy. Ümid edirəm ki, söhbətimiz maraqlı oldu tamaşaçılar üçün. Mən də ümidvaram, verilişinizə dəvət üçün də sizə dərin təşəkkürlərimi bildirirəm. Ümidvaram ki, bu bizim gənclər üçün bir terapiya yolu, sadəcə baxıb ötməsinlər. İçi mən qarışıq, hər kəs onlara əməl etsə, gözəl yaşayışımız üçün bizə imkanlar yaradar həyat. Təşəkkür edirəm bir daha sizə. Sağ olun. Belə əziz tamaşaçılar, əsas özünüzə inanın, özünüzə güvənin, əmin olun ki, hər şeyə nail ola biləcəksiniz. Salamat qalın.